Görürəm ki, sizin hamınız gəncliksiniz, yəqin ki, ailəsiniz. Arzum budur ki, sizin hamınızın oyunu görək, oyunuza gələk hamınızı. Dəvət eləməyə olacaq, əlbəttə. Eləməsək də özümüz gələk. Mənim qızıra görsəm, çəkilişlər. Evi bağlı işlər. 99% mənim tanıyır. 99% ilə arağı. Allah'ım, necə ki doktor, bayenli. Gör nə aləmdir, dağdacı aləm. Yəqin siz də onların yerini tanıyır. Yılmaz Bey, görürsünüz, bunlar da paltarda şikayət edirlər. Paltar məsələsi var ya, sanatçının deyil ki. Başqa rayonlardan ayrı olmaz. Min dənə paltar gəlirmiş. Orada 9 oktyabr ayında paltara geçirildi. Oktyabr ayında da gəlirdi paltar. 1000 dənə paltar aydı. Oradaki ile sıraya vursun. Valideynlərim var, özüm ailəm. Ayın 25'indən sonra hissə kömək edəcəm gedək. 1-2 gün. Ayın 25'ine qədər burada olmaq lazım. Buyurun. Müddətin atılması Yeməyi necədir əskərlərin uşaqlar? Böyle gizləməyək də, anlatmayaq. Nə bişirmişsiniz bu axşama? Ətlə bir yerdə. Bu elə bir vəziyyət olurmu ki, məsələn, yeməyiniz olmuyor, ondan sonra çətinlik çəkəsiniz. Birləşsin, xalq ayılsın, özünə qayıtsın. Özünüz görürsünüz ki, bu keçmiş Sovet rejimi vaxtında artıq necə deyim, artıq elə bir vəziyyət yaranmışdı ki, hətta ailələrdə artıq rus dilində danışmağa başlayırdılar. Demək olar ki, adımız suveren respublika olsa da hər şeydə, xırda məsələlərdə belə Moskvadan asılıydık, amma bugün biz dövlətimizi qururuq. Özdə dövlət qurmaq elə bir çətin vaxtda təsadüf edir ki, bir tərəfdən erməni kimi qədim və mənfur düşmən belə şərəfli işin ötəsindən layiqincə öz ümidini bağlayır və mən çox güman edirəm ki,
doğrudan da bu yaxınlarda bax belə sizin qüvvənizlə, öz gücümüzlə biz bu qanlı müharibəni başa vuracağıq, dinc quruculuq işi ilə məşğul olacağıq və Azərbaycan dövlətini böyük bir dövlətə çevirəcək. Bütün dünya dövlətlər birliyində Azərbaycanın... Ben Şəmkir rayonundan gəlmişəm. 7 aydır ki, burada vuruşuruq. Özümdəki bir belə uşağın, 80 nəfərin povriyəm. Burada 6 aydır ki, povr işləyirəm. Nə üçün ya vuruşmaq, ya burada bunların yeməyini pişirmək hamısı bizim üçün vuruşmaq deməkdir. Qoy bizim dədəmiz, anamız hamısı görsün ki, biz də sağ-salamat vuruşuruq. Vətənin qeyrətli oğulları kimi biz də özümüzü göstəririk. Narahat olmasınlar, sağ-salamat hamımız qayıdıb öz elimizə, obamıza gedərik. Yaxşı, Qubadlı cəmaatına demək sizin sözünüz. Demək olar ki, bax bu kəndləri, obaları siz qoruyursunuz. Onlar arxayın qala bilərlərmi? Onlar 100% arxayın qala bilərlər ki, biz hamımız bir qeyrətli oğullar kimi onları qoruyuruq. Kafçır əlimizdə. Ben çarşıyla atışma olanda avtomatla da hamdan qabaq mən də çıxıram. O da komandirlər desin ki, hamdan birinci mən getməliyəm. Həqiqin məndə elə Hamdan birinci mən getməliyəm döyüş. Sonra uşaqlar yeməkdən necə? Çətinliyiniz yoxdur ki? Yox, düzdür açıq. O gizlətmək, bir-birimizə heç şey gizlətmək. necədir dedi, düzgünədir. Bir dəqiqə, bir də təkrar elə. Bir dəqiqə. Televizor, xaladenlik. Keçən dəfə 50 kilo, 60 kilo biz Qarabolda atdıq yəni. Produkt tapa bilmirik. Çatmır da, verdiklərini də atırıq yəni. Başım yazın 3 gün içində xaladinə göndərirəm. Bir dənə söz veririk ki, sizə Sakit. Noğlu kəndi, majbur bilirsən də. Yazın özü imini brot yer. İkinci rota. İkinci rota. Üzü yaya gedir, həqiqətən hərflərdən qeyfiyyət var. Posta papazın. Kim satır tarafı? Tutar alın. Yox, bəlkə Kadra salmışam bəy. Öyle be layık. Üzülürüm ya, öyle layık yapıyor. Bundan da yaxşı yeri gəlir. Bir de takip et. İndi işanlı deyil ki, həkim əldə doğru da böyük yadda qalan kimdir. Ancaq burada bizim uşaqların da, çətin qəzetində İngilizce hissələrimi gəlib bəyə verir, demirəm, biz bəy və qəzetində lap sahəsi gəldi, yol bir gün gəldi. Bəyin bizə köməyi çoxdur. Yox, mən həqiqəti mən bilirəm. Bəyin bizə köməyi ona görə çoxdur ki, hər bir cəhətdən istəyir, maddi cəhətlər, istəyir fiziki, istəyir mənəvi cəhətdən bizə köməyi çoxdur.